Bu 10 ildə nələr oldu? Nələr baş verdi az sonra. Deyirəm, amma mən o qədər xoşbəxt idim orada. Türkistanda yox cavabı aldıq. Mən dedim ki, yox, mənim gələcəkdə uşaqlarım olsa belə şey eləməz. Deyirəm, onda sən demək ki, egoistsən. Yox bir, indi konsul özünə reminder qoyacaq. Fikirləşdim ki, sən kimi Allah'dırsan, sən hara gedəcəksən Amerikaya. Tökülmüşdü. Gözləyir bizi indi orada green card. Qayıtmaq istəmirəm, mən burada qalmaq istəyirəm. O da deyir ki, qızım, Özünə gəl. etmə, eləmə. Bura sisters are back. Yay. We're back. Yes. Nazlı, bugün nə haqqında danışaq? Bugünlər təklif eləyirəm bizim həyatımızın böyük bir mərhələsindən danışaq. Amerika haqqında danışaq. Amerika. Yenə yağış yağmağa başlayır. Hər şey ola bilər. Axı biz podcast çəkirik. Biz podcast çəkəndən başlayandan sonra hər şey baş verməyə başlayıb. Başlayandan sonra baş verməyə başlayıb. Taftologiya. Yaxşı, Amerika haqqında danışaq. Başlayaq ki, təqribən 10 ilə yaxındır burada yaşayırıq. Biz misal üçün mən yoldaşımla köçmüşəm 2015-də. Siz nə vaxt Biz köçmüşdünüz? 2017-in yanvarında. Biz də olmaz. Aşağı yuxarı 10 10 il, 11 il. Bu 10 ildə nələr oldu? Nələr baş verdi az sonra. Ay nazar. Şeydən başlayaq əslində şeydən. Mənim Azərbaycan dili müəllimi deyir ki, şey sözünü istifadə etmək olmaz. Ona görə buna kat buradan eləyək. Buradan Azərbaycan dili müəllimə də salamlar. Salamlar demək istəyirəm, düzdür. Nəysə. Baxın mən söyləyəcəyəm Zarafat ki, idi. bu qədər Hər kəsə salamlar. bu qədər dərs oxuyuruq, bu qədər öyrənirik. Mən yenə rus sözlərindən, ingilis sözlərindən istifadə edirəm. Nəysə. Getdik. Sualım sənə ilk sualım ondan ibarətdir ki, ümumiyyətlə Amerika anlayışı sənin həyatında ilk dəfə nə vaxt yarandı da? Yəni bu fikir nə vaxt beynindən keçdi? Mən onun sənə çox dəqiq cavabını verə bilərəm. Deməli mən Avropada oxumuşam və Avropadan qaydanda samolyotda anama artıq deyirdim ki, belə bir mübadilə proqramı var Amerikaya. Mən ora müraciət edəcəm, gedəcəm Amerikada oxuyacam. Anam da mənə belə çox diqqətlə baxırdı ki, yəni bu hardan gəldi, necə oldu? Avropanı o vaxtlarda o qədər də sevmirdim. Sevmirdim deyəndə, yəni Avropada mənə elə gəlir ki, həmişə belə gəlmə kimi hissi var. Amma fikirləşirdim ki, gedib Amerikanı da görmək istəyirəm. Və elə oldu ki, mübadilə proqramına müraciət elədim. Mübadilə proqramına da həmin o dediyim mübadilə proqramı. Yəni o ideya var idi ki, müraciət eləyəcəm, amma nə vaxtı, hardadır, necədir, heç bir məlumatım yox idi. Neçə yaşım var idi? 15 yəqin. 15. Aha. Aferin sənə. Sonra bir sinif yoldaşım gəldi mənə dedi ki, bəs Flexin imtahanıdır, gedək. Dedim, aha, gedək, mütləq gedək. Elə oldu ki, o keçmədi, mən keçdim. Sonra o vaxtı da şey yox idi, ay telefonla belə FaceTime zəng elədin, WhatsApp zəng elədin. Yəni MSN Messenger var idi onda. Yadımdadır ki, atam çox narahat idi ki, yəni 15-16 yaşında qızı okeanın o tərəfinə bilmədiyimiz ailəyə hara göndəririk. Yəni burada bir dənə saxla. Onların reaksiyası haqqında mənə çox maraqlıdır. Yəni onlar necə reaksiya verdilər ki, sən gəlib dedin ki, mən keçdim də gedirəm. Anam çox sevindi. Çünki əvvəlcədən Aygün xalam öpürük sizi. Aygün xala həmişə belə progressiv qadın olub. Atama çox həyəcanlanırdım deməyi. Fikirləşirdim, atam deyəcək ki, yox, hara gedirsən, necə gedirsən, tək necə. Ona görə qardaşımı da öpürəm buradan, Pərviz. Pərvizə danışdım. O söhbəti Pərvizə həvalə elədim. O getdi sənin yerimə danışdı. Mənim yerimə getdi. Dedi ki, ata, məni təbrik elə, mən keçmişəm Amerikaya oxumağa gedirəm. Atam da sevinir, ah nə gözəl, oğlum təbriklər. Sözsüz ki, oğlandısa orada daha rahatdılar. O da təbrik edir falan, deyir ki, yox, mən hara keçirəm, şəms keçib, şəms gedir. Dərhal atamın vəziyyəti dəyişdi. Amma rəhmətli babam, Allah ona rəhmət eləsin, o da həmişə çox belə təhsil tərəfdarı və s. olub. O da eşidəndə demişdi ki, yox, oxumaqdırsa
Hər yerə getmək Getmək olar. lazımdır. Danış. Danışım. Necə oldu? Gəldin. Azərbaycanın Bakı şəhərindən gəldin, düşdün hara? Gəldim, düşdüm Kansasa. Aha. Kansasda, yəni bilməyənlər üçün middle of nowhere-də, yəni heç nə yoxdur orada. Cornfieldlardan başqa, kukuruzlu этот поля, Aha. qarğıdalı, Qarğıdalı. Tar 2 hours later. tarlalarından başqa. tarlaları. Məncə burada belə məqamdır. İnsanlar Amerikanı İşləndə. kinolardan, yəni New York, o hündür Kaliforniya, Miami. hündür binalar, Hollywood, mən nə bilim nə təsvir eləyir. Amma halbuki o Amerikanın çox balaca bir hissəsidir. Bəlkə 2-3%-dir. Çox böyük əksəriyyəti isə Большая деревня. Большая деревня bizim dediyimiz kimi. Böyük kənd, Böyük sivilizovanlı kənd. Yəni heç bir şey yoxdur. Çölləmə. Belə. Məncə belə şeydə maraqlı idi da. Yəni ailə səni seçirdi, sən essay yazırdın, inşa yazırdın və ailə səni seçməli idi və sən başa düşürdün ki, sən 1 illik heç vaxt tanımadığın insanlarla yaşayacaqsan, okeanın o birisi tərəfində. Sənin yaxınlarından heç kəs sənin yanında yoxdur, amma bu mənə çox belə sevincli hisslər də verirdi. Idu покорять Ameriku. Samolyota oturan kimi başa düşdüm ki, mənim biraz mandraj bastı. Aha. Ki, hara gedirəm, necə olacaq falan, amma ətrafımda başqa uşaqlar da var idi Flex-dən keçən. Amma elə oldu ki, hər bir insan demək olar ki, başqa ştata düşdü, başqa ailə, yəni heç birimiz bir-birimizə yaxın deyildik. Gəldik Amerikaya, çox gözəl ailə idi. Yəni ailə ilə hələ də kontaktımız var. Bir də çox belə safe yerlər seçirdilər də, təhlükəsiz yerlər. Çox balaca kəndlər, şəhərlər ki, orada təhlükəsizlik olsun, heç bir problem olmasın. Və hamı eşidəndə deyir ki, Kansasda sən nə edirdin də? Deyirəm, amma mən o qədər xoşbəxt idim orada. Çünki insanlar o qədər gözəl idi. Səni belə çox welcome hiss elətdirirdi. Məktəb gözəl idi. Nə bilim, çox mənə xoş bir experience olmuşdu. Nə gözəl, nə gözəl. Mənim bir başqa da rəfiqəm var, sən tanıyırsan, Gülnaz Kanadada yaşayır. O da Flex-la getmişdi. Onun da çox gözəl təəssüratları var idi Amerika haqqında. Hətta daha sonra biz onunla universitetdə tanış olduqda və hamısı onun qohumları ilə tanış olandan sonra hamısı o hekayəni danışırdı ki, geri qaydanda zəng eləyirdi öz host mama, host papasına ki, məni buradan götürün. Mən də qayıtmaq istəmirdim. Amma hələ də onlardan əlaqədədir. Çox bir-birlərini ziyarət edirlər, görüşürlər. Çox nə bilim belə isti münasibətləri var. Təəssüf ki, hamıda belə olmurdu. Yəni elə istoriyalarda eşidirdik ki, ailələr yaxşı olmayıb, ailəni dəyişməyə çalışırdılar. Elələri var idi ki, ailə yaxşı da olsa, yəni ailələrindən uzaqda, öz doğma ailələrindən uzaqda, yəni yaxşı olmurdu vəziyyətləri. Depressiya sözünü işlətmək istəmirəm, amma yəni öyrəşə bilmirdilər belə deyək. Amma çox belə intensiv bizə şey keçirdilər, orientation keçirdilər. Başa salırdılar ki, təzə gedəndə falan şey üçün darıxa bilərsiniz, culture shock keçirdə bilərsiniz. Orada birinci dəfə mən eşidəndə dedilər ki, sizə kimsə yaxınlaşıb deyəndə ki, sənin maykan xoşuma gəlir, o əslində sənin maykan xoşuna gəlir deyə deməyəcək. Sadəcə sənə qarşı nice olmağa çalışır, sənə hansısa kompliment deməyə çalışır. O da Amerikanın kompliment demək üsuludur. Small talk burada deyirlər. Bu vasitəçi kimi bir şeydir də. Yəni səninlə Balaca söhbət eləsinlər ki, bunlarda bu normaldır. Sən kafeye gedirsən, supermarketə gedirsən, hər kəs sənə kompliment eləyir. Kompliment naminə deyil də, bu sadəcə olaraq small talk eləmək üçün bir vasitədir. Səndə cultural shock oldu. Yəni sən Azərbaycanlı ailəsindən, Bakıdan gəlirsən ilk dəfə Amerikaya və bir Amerikalı ailəsinə düşürsən. Culture shock yəqin çox olmadı məndə, çünki ondan əvvəl Avropada bir neçə il yaşamışdım. Amma istər-istəməz Amerika Avropaya baxanda çox fərqlidir. Ona görə hansısa momentlər olurdu. Sonra babam yadımda mənə bir kitab hədiyyə eləmişdi. Amerika həyatı haqqındaydı. Necə uzaq görən baban olub? Yes. Körəldim.
Babam Aa. yazma düşdüm. Anyways, babam kitab hədiyyə eləmişdi və o kitabda yadımdadır ki, ilk bir neçə səhifəsində orada deyirdi ki, Amerikada kafeyə gedəndə sənə içkini bol buzla gətirirlər. Əgər sən bunu istəmirsənsə, sən əvvəlcədən deməlisən ki, bol buzla. İndiyənə kimi biz hansısa restorana gedəndə həmişə o babamın mənə hədiyyə elədiyi o kitab yadıma düşür ki, birinci dəfə orada oxumuşdum. Belə dəhşət culture şokum olmamışdı, amma istər-istəməz hansısa adjustment olmuşdu. Amma sənin sözünə qüvvət, bir ilin sonunda artıq anama zəng elirdim ki, mən qayıtmaq istəmirəm, mən burada qalmaq istəyirəm. O da deyirdi ki, qızım, Özünə gəl. etmə, eləmə, qayıt, harda qalırsan, Kəndimə qayıt. Bir də maraqlı bir şey danışmaq istəyirəm Nazım anamla bağlı. Sonradan qayıdandan sonra qardaşım danışırdı ki, mən gedəndən sonra qaydanda daha doğrusu anama deyirdim ki, sən necə məni buraxdın da? Sən bilmirdin mən hara gedirəm, hansı ailəyə gedirəm, sən gəlib məni hardan tapardın, nəsə problem olsa. Anam deyirdi ki, mən səni düşünüb, sənin gələcəyini, sənə olan bunun xeyrini düşünüb, özümdən keçib bunu eləyirdim də. Mən dedim ki, yox, mənim gələcəkdə uşaqlarım olsa belə şey eləmə. Deyir, onda sən demək ki, egoistsən, özünü düşünürsən, öz rahatlığını düşünüb şey edirsən. Qardaşım da danışırdı ki, mən gedəndən sonra anam bir həftə, yəni heç bir xəstəlik olmadan bir həftə qızdırma ilə gəzirmiş. Çünki çox böyük həyəcan keçirirdi. Ona görə Mamuli öpürəm səni. Aygün xala. Həqiqətən də elədir. Məncə valideynləri o ilk separasiya baş verəndə özü belə mühüm bir şey baş verir də. Yəni növbət yaxın şəhərə köçmür, başqa binaya köçmür, başqa mənzilə köçmür, gedir başqa ölkədə yaşayır və həmin dövrdə sən dediyin kimi nə FaceTime var, nə WhatsApp var, nə Zoom var, heç nə yoxdur. Telefonla, o ev telefonları ilə. O da kart almalıydın ayrıca, international kart. Yadımdadır ki, ailə mənə kart hədiyyə eləyirdi. Ayda bir dənə, nə bilim, birini özüm alırdım. MSN-lə yazışırdıq. Anam yadımdadır, əvvəldə belə çox yavaş yazırdı da, hələ öyrəşməmişdi. Sonradan uca tak 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 mama O da öyrəşdi. Çox gözəl. Yaxşı. Sən sonra qayıtdın Azərbaycana. Bəs hal-hazırda sən bura necə gəlib düşmüsən yenə? O haqqında danış. Как так получилось? Danışım da, mənim sevimli mövzular. O vaxtdan sonra mən Amerikaya belə deyək, aşiq oldum, vuruldum. Amerika deyəndə, dediyim kimi də, yəni balaca bir kənddə yaşayırdım. Daha doğrusu bu mühitə vuruldum, insanlara vuruldum. Yəni Avropa çox gözəldir, gəzməyi orada çox sevirəm və s. Amma sırf yaşamaq üçün o mühit olaraq mən Amerikaya aşiq oldum və düşünürdüm ki, mən mütləq Amerikaya qayıdacağam və orada yəqin ki, magistratura oxuyaram. Bunu fikirləşirdim və o vaxt Azərseldə işləyirdim, universitet tapdım özümə, başladım müraciət eləməyə. Bir moment saxladım o müraciəti. Fikirləşdim ki, sən kimi alladırsan, sən hara gedəcəksən Amerikaya? Bu bahalı, yəni Amerikanın təhsili çox hamı bilir ki, ən bahalı təhsillərdən biridir. Bu qədər pulu sən hardan tapacaqsan, necə oxuyacaqsan? Nəysə, necə başlamışdımsa application'ımı eləcə də dayandırdım. Yarımçıq qaldı. Və yarımçıq qaldı, müraciət eləmədim. Sonra biz Green Card'a müraciət elədik. Green Card udduq, köçdük bura və bir neçə il önə getsək, sonra burada universitetə, magistraturaya o arzumu nəhayət ki, yerinə yetirməyə istədim. Başladım yenə universitetlər axtarmağa və universitetə müraciət eləndə tamam yadımdan çıxmışdı. O vaxtda hansı universitetə müraciət edirdim və necə idi. Sonradan application'ımı dolduranda görürəm ki, mənim orada qızlıq familiyam. Demə, mən nə bilim 5 il, 7 il bundan qabaq həmin universitetə müraciət edirdim. Ona görə bir dənə qəşəng söz var. Mечты имеют свойство сбываться. Ona görə həmişə nələrsə istəyin, arzu edin. Onlar necəsə, hansısa bir yolla mütləq magically. Mən həmişə deyirəm ki, bu magically olur, baş verir. Amma doğru vaxtda və doğru zamanda da, yəni həmin an sən o ilk başlarda Azərbaycan dövründə dolduranda demək ki, o düzgün vaxt deyildi.
Demək ki, o düzgün vaxt deyildi və düzgün vaxt daha sonra, sən bura köçəndən sonra baş verdi. Çox gözəl hekayədir məncə. Bizim dinləyicilərimiz arasında inanıram ki, çoxları Amerikada yaşayanlar olacaq. Var, artıq var. Sonra Amerika köçmək istəyi ilə yaşayan insanlar düşünürəm ki, var. Onlar da sərbəst şəkildə suallarını verə bilərlər burada. Siz necə köçdünüz? Necə oldu? Bəlkə Amerikaya yox, başqa yerə köçmək istəyirsiniz. Bəlkə hansısa başqa ölkədə yaşayırsınız. Məsəl üçün mənə həmişə maraqlıdır Yaponiyada yaşayanların həyatı necədir, necə köçürlər ora və s. Yəni yeah, let's make it a three-way conversation. Düzdür. Bax, mənim hekayəm isə səndən biraz daha fərqlidir, siz. Danışım sənə niyə? Deməli, mənim üçün nədənsə beynimdə iki ölkə var idi ki, onlar heç bir halda mənim bucket listimə daxil deyildilər də. Yəni, nə ki yaşamaq. Heç belə ora səyahət eləmək üçün Amerika, bir də Rusiya. Demirəm niyə. Bu iki ölkə mənim üçün harasa belə çox uzaqda bir şey idi. Düşünürdüm ki, mən heç ümumiyyətlə onları görmək istəmirəm, baxmaq istəmirəm. Bilmirəm də, səbəbini də soruşsan izah edə bilməyəcəm. Sənin hekayəndən fərqli olaraq budur. Amma oxşar tərəflərimiz də var. Mən Avropaya çox səyahət eləyirdim və hər dəfə Avropada olanda çox sevirdim Avropanı. Amma o hiss var, sən orada özünü üçüncü bir millət kimi hiss eləyirsən. Yəni onlar heç vaxt səni özünkü kimi sənə münasibət bəsləmirlər. Yəni səni çox həmişə belə türklərin o dışlayırlar sözü var. Belə həmişə outsider olursan da. O hiss heç vaxt buraxmır nədənsə Avropada. Və o hissi sevmirdim. İzah eləyə bilmirdim, amma ona baxmayaraq Avropanı çox sevirdim. Mənim bibim İngiltərədə yaşayır. Onun yanına çox səyahət eləyirdim. Orada macəralar oldu da başqa bir epizodda. Nələr başladı. Ora səyahət eləyirdim. Nə bilim, oxumağa gedirdim. Summer school, winter school, nə bilim. Nədənsə həmin anda, həmin dövrdə beynimdə bir fikir var idi ki, əgər səyahət edirsən, bu mütləq təhsillə bağlı olmalıdır. İndi geri qayıdıb demək istəyirəm ki, ay Naza, niyə axı? Get səyahət elə də. Yox, oxumağa, ancaq oxumağa. Ona görə özümə fərqli kurslar tapırdım. Nə bilim, summer school'lar, winter school'lar tapırdım ki, liş bu gedim. Hamısı Avropada. Hamısı Avropadaydı. Heç biri başqa yerdə olmurdu və Amerika belə beynimin ucundan belə keçmirdi. Ta ki, mənim yoldaşım Zaur bir proqrama müraciət, özü də müraciət eləmədi. O, deməli, bir vaxtlar hekayələr yazırdı Facebookda və Zaur hekayələr yazırdı. Sən belə işlər. Zaur belə işlər və çox gözəl yazırdı. Özünə qarşı çox tənqidçidir. Hə, ona görə də çox sevirəm. Onları gərək taparsan, tapa bilməyəcəksən, çünki hamısını hayd eləyib. Hə, amma o dövrlərdə çox yazmağı sevirdi və yazırdı. Fərqli şeylər, hekayələr yazırdı. Yəni özündən fikirləşən hekayələr yazırdı. Bəzən hansısa dünyada baş verən hadisələrə qarşı öz fikirlərini bildirirdi və onu çox gözəl bildirirdi. Yəni mən düşünürəm ki, insanlar mənə deyirlər, mənim mamam, qaynanam deyir ki, qaynanam mənə deyir ki, sən çox qəşəng yazırsan, amma mən həqiqətən düşünürəm ki, Zaur məndən qat-qat daha yaxşı yazırdım. O çox gözəl yazırdım. Yazmaq bacarığı var idi, amma özünə qarşı çox tənqidçidir. Bir hekayəni yazmaq üçün, yəni o belə həftələrlə sərf eləyə bilərdi. Yükləyəndən sonra belə onu 100 dəfə redaktə eləyirdi, dəyişdirirdi. Və həmişə mənə deyir ki, sən belə çox rahatla yazdın, göndərdin ora, yüklədin. Belə olmaz. Deyirəm ki, hə, belə olmaz, amma o nəticə olaraq sən yazmırsan, mən yazıram. Nəysə, həmin dönəmdə Zaur hekayələr yazırdı və Amerika Embassy-sindən, səfirliyindən hansısa bir proqram var idi və bu proqramın kuratoru gördü Zaurun hekayələrini və müraciət elədi ki, bizim belə bir proqramımız var, biz yazıçıları, blogerləri göndəririk bu proqramla bir aylıq Amerikaya fərqli şirkətlərə gedirlər, nə bilim, senatorlarla görüşürlər, kimlərləsə görüşürlər və burada belə bir fikir mübadiləsi, experience, təcrübə mübadiləsi baş verir və sən geri qayıdırsan, öz fikirləri yenə davam edirsən yazmağa. Zaur dedi ki, okey də, mən yazıcı deyiləm, bloger deyiləm, amma düşünürsünüz ki, mən yararlıyam bu proqrama, olsun.
Nəysə bu Gosdep'in bir proqramı idi. Bu proqram nəticəsində Zaur bir aylıq çıxdı getdi Amerikaya. O çıxdı getdi Amerikaya və qayıdandan sonra təəssüratları ilə paylaşanda dedi ki, çox gözəl ölkədir, yaşamaq üçün də çox gözəl ölkədir. Amma bir şərtlə ki, yalnız legal olmalısan da, yəni bu legal olmalıdır. İllegal oldusa, yəni problemlər vardır. En qədər problemlər yaşamalısan ki, o sıfır nöqtəsinə gəlib çatasan. Dedi ki, hə nə? O dedi ki, biz bu il Green Card'a müraciət eləyəcəyik. Biz də təzə evlənmişdik, nə bilim bəlkə bir il evlənmişdik, hə. Dedim ki, hə, müraciət eləməliydi. Yəni, как за любой кипиш. Nə eləyək? Biz getdik. Artıq həmin dövrdə Caner hələ yox idi. Biz müraciət elədik, şəkillərimizi çəkdik, doldurduq, nəyisə göndərdik, application'ımızı göndərdik. Bundan yarım il keçir, may ayı gəlir. Bizim artıq balaca Canerimiz var. Canerin 2 ayı var. Və o gün gəlir ki, cavablar açıqlanmalıdır. Zaur gedir işə, mən isə Caner ilə evdəyəm. O işə gedəndə deyir ki, Naza, bu günləri aç, bizim vizalarımızı götür oradan. Mən bunu yola salmışam, ay Allah, bu nə danışır da? İnsanlar illərlə müraciət edir Green Card'a. Yox, tökülmüşdü. Gözləyir bizi indi orada Green Card. Hə, əlbəttə. Dedim, hə, yaxşı götürərəm vizamızı. Bunu yola saldım. Nəysə öz müraciətimi yoxlayanda gördüm ki, you haven't been randomly selected çıxdı və Zaurun application'ı ərizəsini yoxlamaq dönəmində nə bilim Caner qışqırdı, ağladı, nəsə baş verdi, yoxlaya bilmədim bunun ərizəsini, çıxıb getdim analıq borcumu yerinə yetirməyə. Axşam gəldi, o işdən qayıtdı, hə gəl yoxlayırıq, nəsə sistemdə izboydu. Hə, error verir, yoxlaya bilmirdir, amma hamı yoxlayır çünki. Və bir bloger var idi, o Amerika haqqında öz hekayəsini yazırdı və hər bir ştata aid bir hekayəsi var idi. Yadımdadır ki, belə rusların demişkən zaxlyob belə oxuyurdum onun bloqunu və gözləyirdim səbirsizliklə ki, bu günləri axşam vaxtı bu yenə növbəti hekayəsini paylaşacaq. Və adətən Caner gecə vaxtı oyanırdı. Onu yedizdirmə dönəmində bir əlimdə də o hekayələri oxuyurdum. Nəysə, o hekayələrin birini oxuyanda yadıma düşdü ki, mən yoxlamamışam axı, Zaurun hekayəsini yoxlamamışam hələ. Açdım, gördüm ki, you have been randomly selected. Yəni yazı fərqlənir. Mənimkimdən fərqlənir, amma Zaurunki fərqlənir. Caneri uzandırdım yatmağa, gəldim dedim ki, Zaur, biz deyəsən Green Card qazanmışıq. İndiyənə kimi yadımdadır, gecə 12-nin yarısı idi. Yasamalıda 15-ci mərtəbədə biz başladıq qışqırmağa. Biz deyəsən Green Card udmuşuq. Onunla da bizim hekayəmiz, Amerika hekayəmiz başladı. Bizdə də Qaqaş həmişə müraciət eləyirdi. Həmişə mənə deyəndə, mən dedim ki, yox, mən hələ universitet oxuyuram da, mən yəni udsam, hələ getməyəcəm axı heç ara. Yəni çox belə ciddi yanaşırdım ki, prosta tak müraciət eləyə bilmərəm də. Yəni doğrudan da getməyə hazıramsa, ancaq onda müraciət eləyərəm. Qaqaş da bizdə ödənişli proqramlar var da, gedirsən, onlar sənin üçün doldururlar Green Card'ı, oradan müraciət edirdik. Nəysə, bir dəfə də müraciət edəndə dedim, əşi, sən niyə gedib onlarla şeysən? Gəl, mən sənin üçün doldurum. Gəşdim ki, o da mənə deyirdi ki, sən də müraciət elə də, sən niyə müraciət eləmirsən? Gəşdim, aha, mən indi son kursdayam universitetdə, indi utsam gedmək olar. Dedim, okey, gəl onda birinci özümə doldurum, nəyəsə səhv doldursam, qoy mənə səhv olsun, sonra bilim ki, Qaqaşa necə doldurmaq lazımdır. O da mən də birinci dəfədir müraciət eləyirdim. Doldurduq, sonra yadımdadır, işdəydik Azırseldə. Pərviz yazır mənə orada kommunikatorda da ki, mən yoxladım, bəs cavablar çıxıb, sən də yoxla. Bunu yazdı, sonra gəldi mənim stolumun yanına. Məndə də çıxdı orada nəsə səhifə. Pərviz mənə deyir ki, sən udmusan. Mən də belə baxıram həyecanla. Yox, ola bilməz. Deyir, sən udmusan. Orada da yazılıb ki, bəs bu amma şey deyil də, qarantiya deyil ki, sizə viza veriləcək və s. Deyirəm, yox, axı burada görsən belə yazılıb. Deyir, yox da məndə tamam başqa şey çıxmışdı. Görsən, sənin şəklin var orada və s. Biz də çox belə işdəydik, qışqıra bilmirdik, amma çox həyecanlı bir gün idi. Anda.
Həyəcanlı andır. Bizim hekayəmizdə sadəcə olaraq biz sonra Gürcüstana getdik və o Gürcüstanda yox cavabı aldıq ilk başda. Ona görə bizə Ha, vizanı doğru. vermədilər. Dərhal vizanı vermədilər. Zaurun o proqramı var idi ki, getmişdi. Akazmuçka. O proqramın balaca bir şərti var idi ki, sən Bir neçə il. o proqramdan qayıdandan sonra 2 il müddətində öz ölkəndən çıxmamalısan. Toplam şəkildə 2 ildə. Yəni o demək deyil ki, sənin qadağan var, çıxa bilərsən əlbəttə ki. Amma çıxsan belə o toplam şəkildə 2 ildən sonra yalnız immiqrasiya vizasına müraciət edə bilərsən. Bizdə isə 1 il yarım keçmişdi. Zaurda isə 1 il yarım keçmişdi. Ona görə 10 aylıq canı ilə basa-basa getmişdi Gürcüstana və bizə orada dedilər ki, yox, hal-hazırda biz sizə viza verə bilmərik, amma 6 ayınız daha var. O yanvar ayı idi biz ora gedəndə. Dedi ki, sizin 6 daha ayınız var ki, bu müddət dolsun. O dolandan sonra biz sizin müraciətinizi qəbul edə bilərik, baxa bilərik, vizalar qalsa. Хорошие времена назад. Хорошо. Sonradan olsaydı, yəni orada heç yəqin ki, növbə çatmayacaqdı. Necə ki, Növbə sonradan. çatmayacaqdı, nə bilim, o 6 aydan daha çox müddət olsaydı biz artıq o droğa düşməyəcəkdi, o bəcə düşməyəcək. Perfect timing idi. Amma biz oradan çıxandan sonra mən nədənsə düşünürdüm ki, yox bir indi konsul özünə reminder qoyacaq. Budilnik qoyacaq ki, 6 ay keçdi, Nazagilə yazıb ki, siz viza istəyirsiniz. Yəni mənim üçün artıq olmadı kimi idi. Yəni biz belə Qəbullandı ki, olmadı. qəbul alınmadı da, yəni alınmadı. Çıxdıq, gəldi və gələndə hətta yolda düşündük ki, artıq biz əgər belə nastroyitsə, yəni belə məqsəd qoymuşuqsa, köçmək istəyiriksə, olmasın Amerika, olsun Kanada. Çünki bizim dostlarımız artıq Kanadaya köçmüşdülər. Yadımdadır ki, mən getdim IELTS-a yazıldım, nəsə IELTS-a məşğul olmağa başladım ki, orada biraz başqa cür idi də, struktur başqa cür köçürsən ora. Onunla məşğul olmağa başladım ki, mən ora müraciət edəcəm. Biz əvvəl-axır köçəcəyik. Əgər biz belə artıq qərar vermişiksə köçək. Amma heç çatdıra bilmədim axıra, çünki konsul yadda saldı bizi. Yəqin budilnik orada. Özünə reminder qoyubmuş. Reminder qoyubmuş. Hə. Bizə email gəldi ki, siz əgər hələ də iddialısınızsa, hələ də köçmək istəyirsinizsə, sənədlərinizi bizə göndərin. Nəysə bizim üçün şok idi. Yadımdadır, bağdaydıq, yay ayları idi. Göndərdik və 3 həftə sonra vizalarımız gəldi və dedi ki, bu alındı. Vizalarımız gəldi. Orada vermədilər sizə viza. Yox, biz artıq getmədik. İkinci dəfə getməyə ehtiyac qalmadı. Onlar dedilər ki, sadəcə olaraq bir kuryer vasitəsilə göndərin bizə sənədləri. Biz sənədləri, pasportları və lazım olan sənədləri göndərdik onlara və ondan sonra 2 həftə sonra sənədlərimiz geri qayıtdı. Yəni pasportlarımızı açdıq. Orada artıq vizalarımız var, hər şeyimiz var. Sağ olsun bu quşlar da belə uçur. Adam qorxudur. Vizalarımız gəldi və biz beləliklə Amerikaya köçdük. Mənim cultural şokum yox idi. Mən də düşünürəm o ondan ibarətdir ki, yəni biz sən dediyin kimi xaricə gedib gəlirdik və xaricdə yaşayan insanların az-çox yaşamaq tərzini, onların düşüncələrini bilirdik artıq və daha rahat idi buna öyrəşməyə. Amma nə oldu mənim üçün daha fərqli? Nə bilim, bu məhz Houstonda, biz Houstona köçdük və bu Houstonda belə məsafələrin çox böyük olması, insanların ancaq maşınlarla harasa gedib çata bilmək şəraiti. Hamının, yəni ailə sayı nədirsə, o qədər maşın var. Əvvəldə, yəni maşın burada bir şey deyil də, roskoş deyil. Yəni bu transportdan sredstva. Bu sadəcə bir vasitədir də, yəni bir yerdən başqa yerə çatmaq üçün bir vasitədir. Burada heç bir sənin maliyyə vəziyyətindən danışmır sənin maşının. Nə bilim, sənin bir imkanlarından danışmır. Yəni maşının yoxsa elə bil ki, ayağın yoxdur. Yəni adi bir çörək ala bilmərsən. Bizim kimi belə binanın aşağına düşdün, oradan nəsə aldın, qalxdın deyə də. Yəni avtobusa mindim, harasa getdim, metroya mindim. Burada bu söhbətlər yoxdur da. Yəni olsa da çox belə balacadır, yəni mümkün deyil. Əgər avtobusa minib harasa getməyə çalışsan, bu ən azından 2 saat alacaq. Yəni biz tərəfdə misal üçün heç yoxdur. Heç yoxdur, hə. Başqa bir dünyadır və bu dünyanın başqa qaydaları var, yaşam tərzi var və buna öyrəşməyə bir zaman aldı. Şok deyildi, amma zaman fərqli idi. Yenə də öyrəşmək.
Hətta mən düşünürdüm ki, mən hazırlıqlı gəlmişəm. Mən çox forumlar oxuyurdum, yadımdadır sənə yazırdım. Nə bilim başqa insanlar var idi, tanışlarım var idi ki, Amerikada yaşayırdılar və özümü hazırlıqlı hesab edirdim. Halbuki bura gəlib çatandan sonra başa düşdüm ki, mən bəlkə 5-10% hazırlaşmışam. Yəni geri qalan 90%-ni heç fikrim də yoxdur ki, belə şeylər var idi və onları öncədən hazırlaşmaq, əvvəlcədən hazırlaşmaq sanki mümkün deyil. Bura gəlib çatasan ki, o fərqlilikləri görəsən və daha sonra onlara alışasan. Zaman aldı. Belə idi. Amma bir sualım var. Sənin heç как сказать, сожалеть, как сказать, təəssüf elədiyin bir an oldu ki, yəni beynində belə bir fikir keçmişdirmi ki, kaş ki Bakıda qalsaydım, orada başqa bir həyatım ola bilərdi. Mən ümumiyyətlə, yəni in general belə təəssüf eləyən insanlardan deyiləm də. Yəni geri baxıb, kaş ki bu belə olardı, kaş ki bu elə olardı ilə yaşayan insanlardan deyiləm. Yəni soruşsan ümumiyyətlə bəlkə həyatımda, bəlkə yox, dəqiq elə bir an yoxdur. Yəni nəsə olursa, pis və yaxud yaxşı, bunu bir yaxşıdırsa lap əla, pisdirsə bunu bir experience olaraq bir qırağa oradan nəsə özüm üçün öyrənməyə çalışıram. Ona görə yox. Yəni o sualın konkret cavabı odur ki, heç bir təəssüf hissi yaşamamışam. Bunu burada təsdiqləmək istəyirəm. Şəms bunu balaca şeylərdə də apply eləyir də. Məsələn, restorana getsək, bahanə olsa amma dadlı olmasa, Şəms deyir ki, bunu bir təcrübə olaraq qəbul edin. Alınmadı. Experience. Təcrübə boksuna yazırıq ki, bu bir experience oldu. Gəldi, gördü. Olmadı, oldu. amma eyb yox, gördük. Yəni demir ki, kaş ki gəlməzdi, kaş ki başqa şey sifariş edir. Deyir ki, bu optdur da belə. Səndə olmuşdu elə bir şey. Məndə olmadı, amma düşünürəm ki, olsaydı da belə bu normal olardı yəqin. Deməmişəm, amma bir hal var idi, o yadımdadır. Düşünürəm ki, yəqin mənim şuuraltı strunalarıma, o belə hansısa bir məqamlarıma toxunub ki, o beynimdə qalıb. Bir müddət keçəndən sonra mən LinkedIn-i açdım və mənimlə eyni anda həmin dövrdə karyerasını Azərbaycanda qurmağa çalışan insanların başqa bir levela gəlib çatdığını görəndə düşündüm ki, çox maraqlıdır. Mən qalsaydım Azərbaycanda mən hansı nəticələri əldə edə bilərdim. Mən hara gəlib çata bilərdim. O fikir məsələn beynimdə oldu. Düşünürəm ki, o da bir növü bir şeydir ki, как интересно. Mən bura gəldim, Amerikaya gəlirsən, axı hər şey sıfırlanır. Sən burada heç kimsən, heç kəs səni tanımır. Sıfırdan başlayırsan. Adın yoxdur. Nəçisən bilinmir. Hər şey sıfırdan başlamalısan və özünü burada təsdiq eləməlisən. Halbuki orada artıq bir oturmuş həyat tərzin var idi. Az-çox insanlar səni tanıyırdılar. Ətrafın var idi, karyeran var idi. Yəni mən hər zaman deyirəm ki, mən Azərbaycandan pis həyatdan qaçmamışam, pis karyeradan qaçmamışam. Daha yaxşı nə bilim işim olsun deyə qaçmamışam. Mənim çox gözəl işim var idi, vəzifəm var idi. O işlə bir yerdə gələn bütün amillər var idi. Yəni maşınım var idi, rütbə yox, vəzifəm var idi. Nə bilim çox kreslon var idi, kabinetim var idi. Hər şeyim var idi. Müəllimə idi. İşçilərim var idi. Çox gözəl münasibətləri qurduğum insanlar var idi. Məni tanıyan insanlar var idi və bura gələndə hamısı sıfırlanır. Heç kəs səni tanımır, heç kəsə maraqlı deyil. Heç kimsən, həqiqətən də heç kimsən və bunu qavramaq və qəbul eləmək bir müddət çəkir və müddətdən başqa məncə effort lazımdır. Bilmirəm, bir güc lazımdır ki, sən qəbulanasan ki, cəhd eləməlisən ki, yəni okey də qəbullanmalısan ki, o dünya idi. O sənin keçmiş təcrübənin idi və bu yeni təcrübəni sıfırdan qurmalısan. Yaxşı pis tərəfləri də var, amma belədir, yəni qəbul eləməlisən. O bir zaman alır, amma düşünürəm ki, biz millenniallar, bu dövrün insanları, bu nəslin insanları bizim üçün bu normal bir haldır. Yəni biz stres altında yaşamağa, hər şeyi qurmağa, hər şeyə qarşı mübarizə aparmağa çox açıq bir nəslik. Yəni bu bizim DNA-imizdə var. No pain, no gain. DNT-mizdə var.
Yəni bizim üçün bu normaldır ki, hə biz gəldik. Əlbəttə ki, biz burada mübarizə aparacağıq, hər şey sıfırdan başlayacaq, özümüzü Tər tər tökəcəyik. tökəcəyik. Yəni stresli olsa belə, yəni biz buna varıq da, biz eləyəcəyik bunu. Komfort zonasından çıxmaq lazımdır. Çaşır birdən komfort. Sanki biz komfort zonasında nə vaxtsa olmuşuq Olmuşuq. kimi. Birdən hiss eləyərsən o komfortu. Uçan, Tez çıx oradan. oradan, hə. Yəni biz buna bir açıq bir nəsli və bunun avantajlarını, bunun yaxşı hissələrini əlbəttə ki, qəbullandıq. Yəni bəlkə həmin nəsil deyil, başqa nəsil olsaydı daha çətin keçərdi, amma yəni mən həmişə deyirəm, o samolyotun trapından düşəndə mənim o hissim var idi ki, mən evdəyəm. Mən evə gəlmişəm. Bu kanikul deyil. Bu nə bilim istirahət deyil. Bu qısa müddətli deyil. Amma back fikrimdə də, yəni beynimin arxasında da o balaca işıq var idi. O işığa da görə atama çox minnətdaram. O mənə yola salanda dedi ki, Nəzrin, elə bil ki, nə bilim, vacation-a gedirsən, business trip-a gedirsən, birdən nəsə nito oldu, xoşuma gəlmədi, minəcəksən samolyota, qayıdacaqsan geri. Bakı burada səni gözləyir. Yəni o fitil var, o belə yanan. O həmişə beynimin arxasında mənə elə bir ki, sakitləşdirirdi ki, если что-то пойдет не так, я всегда могу отступить. Əgər nəsə xoşuma gəlməsə, birdən nəsə bacarmasam, həmişə geri qayıdacağım evim var və bu fikir sadəcə olaraq səni rahatlaşdırır və səni qorxmadan, daha cəsarətli irəliləməyə vadar edir. Mən ona görə atama buradan təşəkkürümü bildirirəm. Salamlar spasiba. göndəririk. Da. Belə. Amma məncə nəsil olaraq biz o belə, nə bilim, avanturist nəsliyiik də, yəni hər şeyə varıq. Açıq şəkildə ki, hə, mübarizədir eləyəcəyik, stressdir, altından gələcəyik, üstündən gələcəyik. Bir şəkildə eləyəcəyik onu. Biz məncə o gücə malikik. O iş applicationlarında bəzilərində soruşur ki, do you enjoy working under pressure? Məndə həmişə o hə cavabıdır da. Mən heç vaxt bu haqqda fikirləşmirdim. Bir dəfə o yenə hə seçəndə fikirləşdim ki, yəni normal ağılda olan insan niyə under pressure sevməyi xoşlasın da? Niyə də? Nəyə görə də? Çox gözəl sualdır. Niyə mən under pressure işləməliyəm də? Olmaz ki, mən normal işləyim. Ondan olmaz ki, sən normal həcmdə mənə iş verəsən və mən bunu normal şəkildə çatdırım. Yox, mütləq stress olmalıdır. Nazır, viza ilə bağlı qayıdıb bir şey demək istəyirəm. O vaxt vizanı almağa gedəndə biz onda Pərvizlə münasibətlərimiz rəsmi deyil idi. Nəsə biləndə ki, green card udmuşam. Biz belə tez tələsik, onda tez münasibətlərimizi rəsmiləşdirmək lazımdır. Çünki bir yerdə gedirik də 100%. Biz də belə sən deyirsən, sonradan səni yada saldılar. İndi mən fikirləşirəm ki də, yəni o vaxt mən necə rahat biri olmuşam. Gedirik viza görüşünə Gürcüstana və tullana gəlmişik. Heç kəsə yazmamışam, xəbər eləməmişəm ki, mən rəsmi şəkildə evlənmişəm. This is gonna be a married application. Gəlmişəm, deyirəm, salam mənim ki, bu da mənim həyat yoldaşım. Həmin yaxşıdır, həmin günü bizə növbəti application-ı açdılar, tez tələsik orada elədilər. Wow. Çox belə surprising. Çünki fikirləşirəm ki, onlar bax sənin də istoriyan, mənim də düşünürəm ki, bax son illər olsa, o qədər ki, ora müraciətlər olur. Məncə onların heç birini eləməzdilər. Yəni bizə də onu elədilər, application-ı açdılar. Bir gündə biz Pərvizin şəklini çəkməyi, doldurmağı və s. Yadımdadır, özdə Tbilisidə çox güclü yağış yağırdı. Biz gedəndə qar. Sonra orada məsəl üçün bizi çağırdılar, suallar verirdilər ki, görsünlər doğru evlilikdir ya yox. Heç vaxt yadımdan çıxmır. Pərvizdən bir sual soruşdular. Məsəl üçün Şəms sənə son ad günündə nə bağışlayır? Pərviz çaşdı cavabda. Sonra mən gəldim, mənə də eyni sual verdilər, mən də çaşdım və eyni cavabı vermiş oldum. Amma eyni şeyi çaşıb. Eyni şeyi çaşıb, ikimiz də çaşıb başqa şey demişdik. Nə yaxşı ki, çaşmısınız. Bir dənə sual verin, bununla rəhbər eləyək. İndi sən deyirsən ki, mən nə qədər cəsarətliyəm, mən geri qaydanda deyirəm ki, oyda, Nazır, sən necə cəsur olmusan? Həyatımı orada qoymusan, bir həyatım var idi da, az çox bəlli bir həyatım var idi. Onu qoyub,
Belə bu neizvestность nırnıla головой. İndiki ağlımdan çox tərəddüd eləyərdim. Çox qorxular yaranardı beynimdə. Çox fikirlər yaranardı beynimdə. Sən də Sən elə deyirsən, amma mənə elə gəlir ki, yenə olsa, yenə eləyərdin. sən də o Avanturalara. Batıntalı görürəm, görürsən. yenə eləyərdim. Mən 100% yəni yenə olsa yenə Yenə eləyərdim. eləyərdim. Başqa yerə olsa yenə eləyərdim. Vallahi düz deyirsən. Həyat budur da yəni. Madagaskara belə atsalar məni, mən orada yəni həll eləyərəm. Söhbəti həll eləyərəm. Siz yazın. O yaşla bağlı bir şey ola bilərmi? Bəlkə müəyyən yaşda və yaxud da insanın xarakterinə bağlı, xasiyyətinə bağlı bir şey ola bilərdi. Yəni elə insanlar var ki, istənilən yaşda açıqdılar ki, mən gedim, Təzə bir şeylər yoxluyum, experience edim, təcrübə edeyim, baxım görüm necə olacaq, xoşuma gələcək, gəlməyəcək. Ona çox açıq insanlar olurlar. Amma elə insanlar var ki, yəni heç bir yaşında, yəni nə cavan, nə daha sonrakı yaşlarında da belə açıq deyirlər. Siz necə bir insansınız? Siz də özünüz haqqında bizə yazın. Biz də sizi tanıyaq. Hardasınız, harda yaşayırsınız, harda yaşamaq istəyərdiniz, bəlkə heç ara köçmək istəmirsiniz, elə məhz indi hardasınızsa, daimi orada yaşamaq istəyirsiniz. Yəni məqsəd sizi də tanımaqdır, öz aramızda danışmaq deyil, Sizi də faydalı tanımaq olmaqdır. istəyirik, düzdür. Ona görə yazın, yazın, gözləyirik. Hamısını bir-bir oxuyacağıq. Hə, buradan da söz verək ki, yalnız oxumaqla bitməyəcəkdir. Biz hamınıza bir-bir cavab verəcəyik o kommentlərin altında. Mütləq. Mən ayrıca, Şəms ayrıca. Söz verdik burada, yazdıq. Öpürük sizi. Özünüzə yaxşı baxın. Şəkərbura Sisters. Bye bye. Gələn görüşlərə də. Gələn görüşlərə dək. Nazan nə qədər Söhbət qurtarmır da, qurtarmır. Allah.